Salam uşaqlar, hər vaxtınız xeyir olsun. Bugünkü dərsimiz üslü və loqaritm funksiyalardır. Çox sadə, olduqca çox asan, həqiqətən sözün əsl mənasında çox rahat dərsdir. İndi bu dərs izahından sonra testləri də sərbəst işləyəcəksiniz. Yəni. Birinci danışırıq üslü funksiyadan. Üslü funksiya nəyə deyilir? Üslü funksiyanın tərifi çox sadədir. Y bərabərdir A üstü x. Burada A əsası A müsbət olmalıdır və birdən fərqli olmalıdır. Bu şəkildə verilən funksiyalar deyirlər üslü funksiyalar. Üslü nədir? Funksiyadır. Biz funksiyanın növlərini keçmişdik. Funksiya nə deyilirdi? Yəni, x dəyişən hər bir qiymətinə qarşı, y dəyişən yeganə bir qiymətinə qarşı qoyan qaydaya nə deyilir? Funksiya. Funksiyanın ümumi olaraq necə işarə edirdik? Y bərabər fx. Sonra funksiyanın növlərini danışdıq. Xətti funksiya, kvadrat funksiya, düz imtahansı funksiya, sabit funksiya, tərs funksiya, kök funksiya, kub funksiya və s. Bu da funksiyanın bir növüdür. Bunun adı da nədir? Üslü funksiyadır. Bundan qabaq biz keçmişdik trigonometri funksiyalar, y bərabər sinüs x, y bərabər kosinüs x, y bərabər tangens x, y bərabər kotangens x, hələ tərsindən danışdıq. Arc sinüs, arc kosinüs, arc kotangens, arc tangens. Hamısından danışdıq. Bu da funksiyanın bir növüdür. Bu şəkildə funksiyalar deyilən nə? Üslü funksiya. Burada əsasda duran A əsası ədəd yəni müsbət ədəd olmalıdır, mənfi ola bilməz və bir də nə olmalıdır? Əsas birdən fərqli olmalıdır. Niyə birdən fərqli olmalıdır? Bunun əsası 1 olsa, artıq bunun heç bir əhəmiyyəti qalmır. Qüvvət nə olursa olsun, həmişə nəticə nə olacaq? 1. Yəni, bu olur sabit funksiya. Y bərabər B funksiyası Y oxun birindən keçən və X oxuna paralel olan bir düz xəttir. Sabit funksiyadır. Ona görə şərt verirlər ki, əsas burada birdən nə olsun? Fərqli olsun. Misal üçün, Y bərabərdir 2 üstü x funksiyası. Əsası 2-dir, müsbət ədəddir və birdən fərqlidir. Deməli, bu üslü funksiyadır. Bunun əsası, burada üslü funksiyada əsas diqqət olunacaq yer haradır? Əsasın birdən böyük olması və ya 0-1 arasında yerləşməsi. 0-1 arasında yerləşirsə, deməli, əsasda duran ədəd düzgün kəsirdir. Düzgün kəsirlər nə deyilir? Sürəti məxrəzindən kiçik olan kəsirlərə. Əsası birdən böyüksə, deməli, düzgün olmayan kəsirdir. Çünki bunun əsası 1, bu 2 məxrəzi nədir? 1-dir. Düzgün olmayan kəsirdir. Və yaxud da y bərabər bu 1-ə də ola bilər. 2-də 1 üstü nə? X. Bu şəkildə funksiyalar nədir? Üslü funksiyadır. Deməli, üslü funksiyada A əsası 1-dən böyük də ola bilər. A əsası, burada görürsünüz, 1-dən kiçik, 0-dan böyük ola bilər. 2 görürsünüz ki, buradan 1-dən böyük ədəddir. Düzdürmü? Burada isə 2-də 1, 1-dən kiçik, 0-dan nədir? Böyükdür. Yəni, bunlar burada iki yola ayrılır. Əsas 1-dən böyükdürsə, demək, bu üslü funksiya artan olacaq. Əsas 1 ilə 0 arasında yerləşirsə, bu üslü funksiya azalan olacaq. Gəlin qrafiklərini çəkək. Birinci danışırıq, y bərabər A üstü x funksiyasının A-nın 1-dən böyük halından, yəni əsasın 1-dən böyük halından. Bura yazaq. Birinci hal. Y bərabər A üstü x funksiyasında əgər A əsası 1-dən böyük olarsa, onun qrafik belə olacaq. X oxu, Y oxu. Əsas 1-dən böyüksə dedik ki, bu funksiya necə funksiyadır? Artan funksiyadır. Artandır. Qısa yazım artandır. Və qrafik belə olacaq. X oxunu toxunmur. X oxuna nə eləmir? Toxunmur. Bax, belə keçir. Bu formada. Başa düşdünüz? Bax, və Y oxun 1-dən keçir. Bu nöqtanın koordinatına yazılsa, bu nöqtada x 0-a bərabər, Y 1-ə bərabərdir. Yəni, x-ə 0 verirsək, bax, burada x-ə 0 verirsək, Y nə alacaq? 1 alacaq. Burada x-ə 0 verirsək, onda Y bərabərdir. A üstü 0 nəyə bərabərdir? 1-ə bərabərdir. 0 üstü qüvvət 1-ə bərabər. Ona görə həmişə üslü funksiyanın qrafiki 0-1 nöqtəsindən keçir. Yəni, Y oxunun 1 nöqtəsində kəsir. Yaxşı? Gördüyünüz kimi arta gedir. Amma x oxundan toxununa bilmir. X oxundan heç vaxt qiymət ola bilmir. Yaxşı? Yəni, x oxundan kəsişmir. Bunu bilin. Belə. Sonra, y bərabər A üstü x funksiyasında A əsası 1-dən kiçik, 0-dan böyük olarsa, onda bu funksiyanın qrafiki azalan olacaq. Bu şəkildə olacaq qrafik. Düşüb bu videoda. X oxu, Y oxu. Bax, qrafik belə olacaq. Bu formada gedəcək. Yenə
y-ın 1-də keçir. Yəni 0-1 nöqtəsini keçir. Sadəcə bu səfər görürsünüz, sıfırdan mənim sonsuzda müsbət sonsuz gəldikcə, yəni x ox boyunca qraf neyinir? Azalmağa doğru gedir. Burada isə artmağa doğru gedirdi. Gəlin bu üstü funksiyanın xassələrini danışaq. Birinci danışırıq təyin oblasından. Təyin oblası nə idi? Təyin olduğu nöqtələr, yəni x dəyişənin ala biləcək qiymətlər. Təyin oblası yəni dy olacaq. Burada x dəyişənin istəyiniz qiymət verə bilərsiniz. Mənfi də verə bilərsiniz, müsbət də verə bilərsiniz, sıfır da verə bilərsiniz. Hər bir qiyməti vermək nədir? Mümkündür burada. Ona görə bu təyin obası mənfi sonsuzluq, müsbət sonsuzluqdur. Yaxşı. Sonra qiymətli obası. Burada fikir verin. Qrafik üzərinə baxsaq, qiymətli obası nəyə görə təyin olunur? Y-na görə. Sıfırdan müsbət sonsuzluğa doğru qalxır, bax qrafik. Amma heç vaxt sıfıra gəlib çatmır. Sıfır daxil olmama şərtindən sıfırdan hara doğru qalxır qrafik? Müsbət sonsuzluğa doğru neyinir? Qalxır. Ona görə sıfır daxil olmama şərti ilə sıfırdan hara doğru müsbət sonsuzluğa. Desək ki, mən bu funksiyanın qrafiki niyə sıfır ala bilmir? Yəni bu üstü funksiya niyə sıfır qiymət ala bilmir? Şuralar, siz məsələn y bərabər 2x funksiyasını görürsünüz. X-ə nə verirsə verin, y heç vaxt sıfır olmayacaq. X-ə sıfır verəndə y nə alır? 1 alır. Sıfır üstü qüvvət 1-ə bərabərdir. X-ə mənfi qiymət verirsən, məsələn, x-ə mənfi 1 verirsən, y olacaq 2-də 1. X-ə müsbət qiymət verirsən, sıfırdan böyük qiymət alacaq. Heç vaxt, yəni qüvvətdən çıxan nəticə heç vaxt sıfır olmur. Qüvvətdən çıxan nəticə heç vaxt nə olmur? Sıfır olmur. Yaxşı, ona görə deyirlər ki, üstü funksiya heç vaxt sıfır qiymətini ala bilmir. Sıfır qiymət ala bilmədiyi üçün də bu qrafik x oxunu kəsmir. Çünki x oxunu kəsdiyi yerdə y sıfıra bərabərdir axı. Belə deyirəm. X oxu ilə kəsdiyi yerdə nöqtənin ordinatı nəyə bərabərdir? Sıfıra bərabərdir. O da y heç vaxt sıfır qiymət ala bilmir. Bu üstü funksiya özəlliyidir. Nə qiymət verirsə verək, heç vaxt bu funksiya sıfır qiymətini ala bilməyəcək. Bu qrafiklə mən əzbərə çəkdim, düzdür? İstəyirsiniz ki, y bərabər 2x funksiyasının grafikinin necə alındığını sizə göstərəm. Bir üçün, hamısı üçün göstərəm mənə. Bura baxın. Yəni, hər dəfə daha qrafik çəkməyəsiniz. Sizdə bir dəfə bildiniz üsul. Biz bilirik ki, funksiyalar 3 üsulla verilir. Analitik üsul, cədvəl üsul, bir də qrafik üsul. Analitik düsturla verilməlidir. Məsələn, y bərabər 2x funksiyası. Bu analitik üsuldur. Cədvəl üsulu ilə biz ona qiymətlər veririk. Sonra oradan alınan qiymətləri düzbucaqlı koordinat sistemindən, yəni qeyd edilərək onun qrafikini eləyirik, qurmuş olur. Ona deyirlər qrafik üsul. Şaquli cədvəl çəkirik belə. X, y. X dəyişən burada sərbəst dəyişənlərdir. Y dəyişən nədir? Aslı dəyişənlərdir. X-ə 0 versəm, 2 üstü 0 nəyə bərabərdir? 1-ə bərabərdir. X-ə 1 versəm, 2 üstü 1 nəyə bərabərdir? 2-yə bərabərdir. X-ə 2 versəm, y nəyə bərabərdir? 4-ə bərabərdir. Bəs çox qiymət verməyim. İndi mənfi qiymət verək. X-ə mənfi 1 versəm, 2 üstü mənfi 1 nəyə bərabərdir? 2-də 1. 2-də 1, aid sal. X-ə mənfi 2 versəm, 2 üstü mənfi 2, 1 bölünsün 2 üstü 2 edir necə? 4-də 1. Yaxşı, bu şəkildə. İndi burada hansı qiymət alındı? 0-1 nöqtələri 1-2, 2-4, mənfi 1, 2-də 1, mənfi 2, nə? 4-də 1. Aydındır. İndi bunları düzbucaqlı koordinat sisteminə inirik, qururuq. X oxu, y oxu. Bax, x-ə 0 verin, y nə oldu? 1. Dedimi, y oxunun 0-1 nöqtəsi keçir. X-ə 0, y 1 olan nöqtə ilə buradır, bax. 1 nöqtəsi buradır. Burada koordinat başlanır, bu 0 nöqtəsi buradır. Sonra x-ə 1 verdin, y nə aldı? 2. X-ə 1 verəndə y nə alır? 2-ni alır. O da təxminən buradır. Bu nöqtədən keçəcək. X-ə 2 verdim, y nə aldı? 4. X-ə 2 verdim, y aldı. 4 də tutaq ki, buradadır. Sonra x-ə mənfi 1 verdim, y nə aldı? 2-də 1. X-ə mənfi 1 verdim, mənfi 1 verdim. 2-də 1 də 1-in yarısıdır. Təxminən bura düşür 2-də 1. Bax belə, görürsünüz, x-in qiyməti, mənfi qiymətləri sonsuza doğru artdıqca, azaldıqca daha doğrusu, y-in qiymətləri azalmağa doğru, sıfıra doğru yaxınlaşır.
X-ə indi -2 verəndə bu sefer 4'te 1 olur. 0'a doğru neyinir? Yaxınlaşır. Və 2'də 1 0,5 deməkdir. Bu isə 4'te 1 0,25'dir. 0'a doğru pressing olunur. Yəni oraya doğru sıxılır. Və X-ə indi -2 verən kimi Y ne aldı? 4'te 1. 4'te 1 de 2'də 1'in yarısıdır. 4'te 1 harası buradır. Heç 4'te 1 yaza bilmirəm bu şey. Market çatmır. 8'ə heç yaza bilməyəcəm. Amma var. Var belə. Var belə birləşdirəndə burada alınan funksiya y bərabər 200, burada alınan qrafik y bərabər 200 x funksiyası nəyə olur? Qrafik olur. Yaxşı? Yəni biri üçün göstərdim. Hamısı üçün göstərsəm axşam olar. Əsas məsələ qabaqdadır yəni. Aydındır üstü funksiya olan şeydir. Qrafikin bildiniz. İndi uşaqlar biz bir də bir şey deyim ki, üstü funksiya dövrü funksiya deyil. Trigonometrik funksiyalar kimi dövrü funksiyalar deyil yəni. Hər hansı bir qiymətdən sonra təkrar qiymət almır. Onu demək istəyirəm. Təyin olmazsa oldu mənfi sonsluq, müsbət sonsluq. Qiymətli olmazsa oldu 0 müsbət sonsluq. Əsas A əsası birdən böyük olanda, belə birdən böyük olanda artan funksiya olur. Qrafik belə artandır. A əsası 0 ilə 1 arasında olarsa, onda üstü funksiya nədir? Azalanır. Bura kimi aydındır mı? İndi isə biz logaritmik funksiyalardan danışacağıq. Logaritmik funksiyalar üstü funksiyanın tərsidir. Belə deyirəm, üstü funksiyanın tərsi nədir? Logaritmik funksiyadır. Yaxşı. İndi logaritmik funksiyadan danışmamışdan qabaq, logaritma nə olan şeydir? Biz ondan danışacağıq. Logaritm nədir? Nətər olur? O tərifini verək, logaritmanın tərifini verək. Sonra biz üstü funksiyanın tərsini taparaq logaritmik funksiyadan da neyəcəyik? Danışacaq. Fikrim aydınmıdırsa? Beşdir. Lütfen sərədə yazılaq. Uşaqlar, deməli biz indi nəyin tərifini veririk? Logaritmin tərifini veririk. Bax, A üstü x bərabərdir B. Yəni A-nı x dərəcədən qüvvətə yüksətmişik, B-ni almışıq. Deyir ki, B ədədini almaq üçün A əsasını yüksətmək lazım gələn qüvvət üstünə, yəni o x-ə B-nin A əsasına görə logaritm deyilir. Bu tərif sizə lazım deyil. Sadəcə bir məlum olaraq sizə dedim. Bu sözlə yaza bilərəm. Yəni cümlə beyninizdə əks oluna bilmirsə, sözlə yazın. B-ni almaq üçün, yəni B ədədini almaq üçün, B-ni almaq üçün bu əsaslı bu qüvvətdə bilirsiniz. A əsasını yüksəltmək lazım gələn qüvvət üstü kimdir bu da? X-i. Yəni, mürtəz yazılım X. Qüvvət üstünə B-nin A əsasına görə logaritm deyilir. Bu logaritm tərifidir. Bir sözdən uşaqlar, logaritm adı işləm kimi delfin yadınıza düşsün. Logaritm, bunu özüm çıxarmışam ama bu təhsildə yoxdur bir şey. Yəni haradasa elə bilərsiniz, kimin nəsə dərəşəsi ki, delfin var orada, elə şey yox. Logaritm oxşarısı yazıram. Delfin dalışı. Delfin dalışı bilsin də, delfin çıxır sudan kəllə vuruşa girib də çıxır. O delfin dalışı işə salacaq biz. Bax. Bu ikisi tapmaq üçün, bax bu A burada bir delfin dalışı edəcək. Elə ki görsə bu manyedən keçə bilmir. Manye elə bir ki suyun üstündədir. Suyun altına girib B-ni qaldıracaq. O delfin düşür topu bir də qaldırır və ya da hər hansı bir insan tutub burnun ucuna qaldırır. O fasondur. X-i almaq üçün X bərabərdir. Bu əməliyyat baş verən kimi delfin dalışı nəyə bərabərdir? Logaritmaya. Logaritmin qısa formasını yazarsınız. Log yazarsınız. Log. Q'dır. Bu G yazılır. Yaxşı. Yəni o xaricdə bu G hərfi yoxdur axı. Beynəlxalq vaxtda səmdir. G oxunur. Log. A düşdü aşağı, düzdür. A buraya gəlib. G-ni burada uzun hərflə yazın həmişə yazanlar. G-ni normalda qısa yazsınız, amma burada uzun yazın ki, A-nı rahat yaza bilərsiniz. A, B-də düz G-nin qabağında, təpəsində yox ha. G-nin qabağındadır.
X bərabər log A əsasından B. İndi bu çalışma əlində tətbiq olunacaq. Necə? Normalda belə, bunun bildiyinizdə bu keçidi. Bu loqaritm tərəfidir. Yəni, loqaritm bu əməliyyatda icra olunur. Delfin dalışı ilə. Loqaritm belə tətbiq olunur. Yaxşı. İndi, məsəl üçün, 2 üstü x bərabər nəyə yazırıq? 8 yazırıq, məsəl üçün. Bu, bilirsiniz ki, deyirəm ki, 8-i almaq üçün 2-ni yüksəltmək lazım gələn qüvvə üstünə 8-in 2 əsasına görə loqaritm deyilir. 2-ni neçənizdə qüvvəti yüksəltsək 8 ilə? 3-cü dərəcədən. Birbaşa yazırsınız ki, x bərabər 3. Bitdi, getdir. Amma bu, loqaritm dilində yazanda belə yazırsınız. X-i almaq üçün, bu yəni bu şifayədə tapıldı. Amma normal belə yazırsınız. X bərabərdir log 2 düşür aşağı 8-i neyinir? Qaldırır. 2 əsasdan 8. Desəz ki, bəs burada nə tər 3 alınacaq? İndi onu sizə deyəcəm, bunun düsturları var. Bərabərdir log əsas 2 qalır olduğu kimi uşaqlar. 8 olur 2-nin kubu. Bu kubla qabağa tullanıb çıxır belə. 3 qabağa neyinir? Adlayır. Bərabər olur. 3 vurulsun log 2 əsasdan 2, o da bərabər. Bu loqaritm əsas sayılır. Aşağıda duran. Yuxarıda duran loqaritm alt ifadə. Əsasla loqaritm eynisə, bunun qiyməti 1-ə bərabərdir. Deyin niyə? Suala verin niyə? Deyirsə, bu 2-ni almaq üçün bu 2-ni neçənizə dərəcə qüvvət yüksəltmək lazımdır? 1-ci dərəcədən. Ona görə 3 vurulsun 1 bərabər 3. Ona çox geniş danışacaq, narahat olmayın. Yaxşı. İndi deyəsiz ki, mən bilirəm də bunun cavabı belə 3 edir. Bu boyda həngamə nəyə tez var? Bu boyda həngamə başqa çalışmalar üçün lazımdır. Məsəl üçün, 2 üstü x bərabərdir 5. Düşdünmü bataqlığa? 2-nin, burada təqrib qiymət söhbəti var. 2-nin kvadratı 4 edir, 2-nin kubu 8 edir. 5 ilə 4 ilə 8 arasındadır. Deməli, bunun cavabı belə qalacaq, bax. X-i almaq üçün, X axtarıq da biz burada. Bu, loqaritmik tənlikdir. Buna deyirlər nə? Bərabərlik varsa buna nə deyirlər? Loqaritmik tənlik. X-i almaq üçün 2 burada bir delfin dalışı edəcək. Başa düşdünüz? X bərabərdir log 2 əsasda nə? 5. Cavab belə qalacaq. Cavabı variantı belə verəcəklər. Bitdi. Heç dinləmirsə artıq. Aydındır. Bu loqaritmin tərifi idi. Delfin dalışı. İndi biz danışırıq loqaritmik funksiyalar. Biz loqaritmik funksiyalar danışmamışıq. Loqaritm necə baş verir ondan danışırıq. Aha. Deyəsən narahatsan. Bir stəkan süz söyləyəcəksən. Heç nə. Başlayaq. Əməliyyata başlayaq. Lövhəni sələqə salaq. Deməli uşaqlar, biz dedik ki, üstü funksiya bu şəkildədir. Y bərabərdir A üstü x və dedik ki, A əsası müsbət olmalıdır, birdən fərqli olmalıdır. İndi biz bu üstü funksiyadan keçid eləmək loqaritm funksiyaya. Və başlanğıcda sizə dedim ki, loqaritm funksiya üstü funksiya nə edir? Tərsidir. Bunu belə yaza bilərək. Biz hər hansı bir funksiyanın tərsini tapanda y dəyişən yerinə x yazırdıq, x dəyişən yerinə y yazırdıq. Burada edirik. Y-in yerinə yazırıq. X bərabər bu olur A üstü y. Yəni x-in yerinə y yazırıq. Sonra dedik ki, tərs funksiyaların tapılmasında danışmışıq. Alınmış tənliyi y-ə görə həll edib tapmalıyıq. Yəni y dəyişəninə görə həll edib tapmalıyıq. Yerini dəyişsək A üstü y bərabərdir x. Qüvvətə kim durub? Y. Y-i almaq üçün burada A delfin dalışını edəcək. Loqaritm burada tətbiq olunacaq yəni. Loqaritm delfin dalışı. Y bərabərdir log. Bu əməliyyat baş verirsə log yazırsınız. Log A əsasda nə? X. Log A əsasda x. Buna deyirlər nə? Loqaritm funksiya. Y bərabər loqaritm A əsasda x funksiyasına nə deyirlər? Loqaritm funksiya. Burada A əsası necə ki müsbət idi, birdən fərqli idi. Burada da A əsası yenə müsbət olacaq, bir də nə olacaq? Birdən fərqli olacaq. Və əlavə olaraq da loqaritm altı ifadə x müsbət qiymət almalıdır. X nə olmalıdır? Müsbət olmalıdır. Deyin niyə? Çünki bu x burada nə idi? Əvvəl y idi. Bayaq mən sizə dedim ki, üstü funksiyada y dəyişəni mənfi qiymət ala bilməz. 0 da ala bilməz. Ancaq müsbət qiymət alır.
Bu y indi olub x. Başa düşdünüz? Y burada necə müsbət qiymət alırdısa, burada da x onu əvəz edən x müsbət qiymət alacaq. Fikrimizi ala bilirəm sizə? Ya hər şey kör-körünə qəbul edilməyin. Hər şeyin bir açıqlaması var. Və bir şey də deyim ki, üstü funksiyanın təyin oblasti loqaritm funksiyanın qiymətli oblasti olacaq. Üstü funksiyanın qiymətli oblasti loqaritm funksiyanın təyin oblasti olacaq. Niyəsində mən tərs funksiyalarda keçəndə demişdim ki, hər hansı bir funksiyanın tərsini tapanla yeni alınan funksiyanın qiymətli oblasti əvvəlki funksiyanın təyin oblasti olurdu. Onu da sizə demişdim. Üstü funksiyanın təyin oblasti nə idi? dy, x dəyişən ABZ qiymətlər. Mənim sonsuzluq, müsbət sonsuzluq. Düzdürmü? Qiymətli oblasti nə idi? 0 daxil olmamaq şərti ilə 0 müsbət sonsuzluq. Düzdürmü? Yəni, y-in ABZ qiymətlər. Loqaritm funksiyada isə təyin oblast, bu mürtəzalar, dy. Bunun təyin oblasti, bunun qiymətli oblasti, bunun təyin oblasti olacaq. Bu təyin oblasti x dəyişən ABZ qiymətlər. Fikir verirsiniz, görürsünüz, üstə müsbət qoymuşam. X bölü 0 nə deməkdir? Yəni, x müsbət qiymətli alar, müsbət sonsuzluq. Y isə bunun təyin oblasti. Y burada y dəyişən ABZ qiymətlər. Loqaritmdən görür ki, mənfi qiymət ala biləcək, 0 qiymət ala biləcək, müsbət qiymət ala biləcək. Bu da olacaq nə? Mənfi sonsuzluq, müsbət sonsuzluq. Yəni, bütün həqiqətlər çoxluq. Burada da əsasın birdən böyük, birdən kiçik halı var. Üstü funksiyada demişdik ki, a əsası birdən böyüksə, funksiya artandır. A əsası birdən 0 arasında yerləşirsə, üstü funksiya nədir? Azalandır. Loqaritm funksiya üçündə o kəsərlidir. Y bərabərdir. Loqaritm a əsasında, x funksiyasında, əgər a əsası birdən böyük olarsa, onda funksiyanın qrafik belə olacaq. X oxu, y oxu. Bu səfər x-in birindən keçəcək. Bax belə. Bu formada olacaq qrafik. Bax, burada x-in bir nöqtəsi keçir. Ben bu nöqtə şəklində x-i 1, y 0 olan nöqtədir. Yəni, siz burada x-ə 1 verəndə y nə alacaq? 0 qiymətini alacaq. Belə. Deyəcəm hamısına, izah verəcəm. Və uşaqlar, bir şey də qeyd edilmişsə, üstü və loqaritm funksiyalar bir-birinin tərsi olduğu üçün bunlar ikisi də y bərabərdir. X düz xəttinə nəzərən simmetrikdir. Y bərabər a üstü x funksiyasında a əsasda birdən böyük olarsa, onun qrafik necə idi? Bayaq çəkmişdim. Y-in birindən keçirdi belə, düzdür və artan olurdu o da. Bax, belə gedir. Bu kordan başlanğıcında keçən bir dənə düz xət çəksən, yaxşı olmadan, bir dəqiqə, qəza elədiklər. Bax, belə. Bax, bu y bərabər x düz xətlidir. Düz mütasib funksiyadır. K əmsalı 1'dir. K'sı 1 olan düz mütasib funksiyadır. K da biz bilirik nəyə bərabərdir? Tangens alfaya bərabər. Tangens alfa 1'ə bərabərdirsə, demək alfa bərabər neçədir bu? 45 dərəcə. Yəni bu düz xət x oxu ilə 45 dərəcə bucağıma gətirən bir düz xətdir. Y bərabər x oxu düz xətdir, yəni kordan başlanğıcı keçən düz mütasib funksiyadır və x oxu müsbət istiqamətində 45 dərəcə bucağıma gətirir. Həmin bu düz xətlə nəzərən bu iki funksiyanın qrafiki nədir? Simmetrikdir. Bunu deyim, xəbəriniz olsun. Düzdür, imtihanı lazım olmur. Ola bilər də, yəni birdən düşər. Düşdü, neynəsiniz? Qaydadır da, yəni. Yaxşı. İndi y bərabərdir. Loqaritm a əsasının x funksiyasında a əsası birdən kiçik, sıfırdan böyük olarsa, onun qrafiki belə olacaq. Düşüb burada öfərəm. X oxu, y oxu. Bunun əsası 1-ə 0 arasında olduğu üçün bu azalmayacaq. Yəni, x oxun 1-dən keçəcək. Bax, belə olacaq qrafiki. 1-dən keçir, yəni bura 1-0 nöqtəsidir. Sonra, bu y bərabərdir. A üstü x funksiyasında a əsası 1-lə 0 arasında olan onun qrafiki necə idi? Monoton nə idi? Azalan funksiya idi. Yəni, orada 1-dən keçirdi. Onun qrafiki bax, belə idi, bu formada idi. Görə sıxışdıra biləcəkdir. Bax, belə olacaq. Bura 1, 0 nöqtəsidir. Bax, bu 1-dən keçir. Yəni, bura 0, 1 nöqtəsidir. Yenə, bax, buradan keçir. Bu kəsişməsi bax, belə olur. O, belə keçir, bax, şu olur. Yəni, y bərabər x düz xəttin nəzərən nə olur? Simmetrik olur. Belə. İndi biz danışacaq nədən? Loqaritmik düsturlardan. Bu düsturların köməyi ilə də biz çalışma halini işləyəcək. Gəldik əsas məsələyə.
Lütfen səliqəyə salaq. Deməli uşaqlar, dediyim kimi biz nədən danışırıq? Loqaritmik düsturlardan. Düsturlar. Birinci ən sadəsindən başlayırıq. 1. Loqaritma a əsasdan 1 bərabər 0-a. Niyə? Niyə? Bax, biz bayaq yazdıq a üstü x bərabər nəyə? B-yə. Düzdür? Dedim ki, x-i almaq üçün a-nı belə bir delfin dalışı edirik, loqaritmi keçirik. X bərabər olur loqaritma a əsasdan b. İndi geriyə dönüş eləmək lazımdır. İrəli varsa, demək bunun gerisi də var da, geriyə qayıtmaq da olur. Bunun yerini dəyişsəm, yəni bunu belə yazsam, loqaritma a əsasdan b bərabər x yazsam, yəni solu sağda, sağı solda yazdım. Başa düşdünüz? İndi, bax, indi bu b-ni almaq istəyirəm. B-ni almaq istəyirəmsə, bu a delfin dalışı edəcək. A delfin dalışı edəcək. Hal-hazırki vəziyyət nədir? Loqaritmik vəziyyətdir. Burada loqaritmik vəziyyətdə delfin dalışı olan kimi bu keçir üstüyə. B bərabər olur a üstü x. Üstü vəziyyətdədirsə, bu delfin dalışı edəndə keçir nəyə? Loqaritmiyə. Loqaritm vəziyyət olub, delfin dalışı edən kimi keçir nəyə? Üstüyə. Məsələn, 2 üstü x bərabərdir, yazıram 4. X bərabərdir, delfin dalışı edəndə bu nə olur? Loqaritm 2 əsasdan 4. Başa düşdünüz? İndi yerini dəyişirəm. Loqaritm 2 əsasdan 4 bərabər x. Bunu belə 2 üstü belə yazsam, 4'ü almaq istəyirəmsə 4 bərabər olacaq nə? 2 üstü x. Yeni eyni şeydir. X'in yerine 2 qoyanda 4 edir, 1'e qoyanda 4 edir. Fikrimizi araya bilirəmsə, lap belə yazdım, konkret yazdım. Məsəl üçün, 3'ün kvadrat nəyə bərabərdir? 9'a. Düzdür? Demək, 2'ni almaq üçün 3'ü delfin dalışına göndəririk. Hal-hazırki vəziyyət nədir? Üstü funksiyadır. Delfin dalışına edilən kimi keçir nəyə? Loqaritmiyə. Loqaritm nə olur? 3 əsasından 9. Yerini dəyişim, loqaritm 3 əsasından 9 bərabərdir 2. Yenə 9'u almaq üçün delfin dalışına edərsəm, loqaritm vəziyyətdə axı. Bu işi görən kimi olur nə? 3-2. Təzəm də loqaritmə keçəsi deyilsən ki, geri dönüş edirsənsə, demək üstü funksiya qayıtmalısan. O nöqtə nəzərdən də bu 1'i almaq üçün a-nın neçənci dərəcədə qüvvətli yüksəltmək lazımdır? 0-cı dərəcədən. Yəni a üstü 0 nəyə bərabərdir? 1'ə bərabər. Ona görə başa düşdünüz nə deyirəm? Məsəl üçün belə loqaritma 3 əsasdan 1 bərabər bunu hesabla. O dəqiqə düşünməlisən ki, mən 3'ün neçənci dərəcədə qüvvət yüksəltdim ki, nəticə 1 olsun. Bunun cavabı buradadır. 3'ün neçənci dərəcədə qüvvət yüksəltdim ki, nəticə 1 olsun. 0. Başa düşdünüz? İkincisi, loqaritma a əsasına a bərabərdir. Fikirləş, bunu cavabı özünüz deyin. A-nı almaq üçün bu a-nın neçənci dərəcədə qüvvət yüksəltmək lazımdır? 1-ci dərəcədə. Üssalam. Deməli, loqaritm əsasına, loqaritm altı ifadə eynisə nəticə nədir? 1. Məsələn, loqaritma 3 əsasdan 3. 3'ün neçənci dərəcədən qüvvət yüksəltmək lazımdır ki, nəticə 3 eləsin. 1-ci dərəcədən. Qüvvət budur, cavab da budur. Əsas da budur. Yaxşı. Deməli, bunları başa düşdünüz. Hələ 2 dənə düstur yazmışam. 2 dənə yazmışam, düstur. Üçüncüsü, loqaritmanın əgər əsası 10'dursa, 10 əsasdan a, b, 10 əsasdan b yazır. Buna deyirlər 10'luq loqaritma. Əgər loqaritma əsası 10 əsaslıca, 10 ədədi varsa, ona nə deyirlər? 10'luq loqaritma. 10 b qısa yazırlar. Bu sıfırdan bu o ixtisa gedir. Bax belə. LG B yazılırlar. Amma birinci bunun əsasında nə durubdur? 10 dayanıbdır. Yaxşı. Qısa yazılışdır o. Simvolik yazılışdır. Buna nə deyirlər? 10'luq loqaritma. Dördüncüsü. Loqaritmanın əgər əsasında y ədəd olarsa, y ədədin təqribi qiyməti biz bilirik ki, 271'e bərabər. Y əsasından B bərabərdir. Bunu qısaca B yazırlar. Ln B. Ln nə yazırlar? B. Buna deyirlər natural loqaritma. Ln B hardasa görsəniz, Ln görsəniz, bilir ki, onun əsasında duran ədəd Y ədədidir. Buna nə deyirlər? Natural loqaritma.
Oldu. Lütfen sədəqəsi olun. Hə. Beşincisi. Loqaritma. Bura baxın. A əsasdan x vuraq y. Əgər loqaritma altı ifadədə vurma əməli varsa, onu toplamlarına görə ayıracaqsınız. Olacaq belə, loqaritma A əsasdan x üstəkilə loqaritma A əsasdan y. Məsəl üçün, loqaritma tutaq ki, özümdən yazıram. 3 əsasdan olsun sizin xətrinizə. 36. Belə. Bu 36-nı belə yaza bilərsiniz. Loqaritma 3 əsasdan 36-nı yeni yazıb 9 vurulsun 4. 9 vuraq nə yazıram? 4. Sonra bunu belə ayırırsınız. Vurma varsa toplama görə nə edirsiniz? Ayırırsınız. Amma eyni əsasa görə. Sonra götürərsən cəyizi. 3 əsasdan 9 üstə gələk loqaritma 3 əsasdan 4. Bərabərdir. Düşürəm aşağı. Loqaritma 3 əsasdan 9-u da 3 əsasa getiririk. 3-ün kvadratı plus bu loqaritma 3 əsasdan 4-ü qalır. Bu 4-ü qüvvə şəklinə gətirib nə edəcəksiniz ki? Heç nə. Bayaq sizə demişim ki, loqaritma əsasının, loqaritma altı ifadənin qüvvəti 2 qarşıya olduğu kimi çıxır. Ona uyğun düstur yazacağım indi sizə. Biraz burada tələsdim. Yəni 2 vurulsun olacaq nə? Loqaritma 3 əsasdan 3 plus loqaritma 3 əsasdan 4. Loqaritma 3 əsasdan 3 nəyə bərabərdir? 1-ə bərabərdir. 2-nin 1-ə bura nə edir? 2. Bu da bərabər olur. 2 plus loqaritma 3 əsasdan nə? 4. Yəni loqaritma 3 əsasdan 36-cı cavab nə oldu? 2 plus loqaritma 3 əsasdan 4. Cavab da belə veriləcək. Yaxşı. Yəni bu vurulma ondan ötürü tətbiq olunur. Amma ortada kəsr bölümü olsa, kəsr xətti olsa, 6-cısı loqaritma A əsasdan x bölə y olsa, onda eyni əsasa görə çıxma əməli vasitəsilə bir-birindən ayıracaqsınız. Olacaq belə, loqaritma A əsasdan 2 çıxılsın, loqaritma A əsasdan y. İndi daha hamısına aid bir çalışma yazmaq istəmirəm, vaxt edəcək. Test toplusuna götürüb yazaraq bir neçə çalışma. 7-cisi, loqaritma A əsasdan B üstü n. Bayaq dediyim kimi, loqaritma altı ifadənin qüvvəti olduğu kimi qarşıya çıxır. N vurulsun loqaritma nə? A əsasdan B. Burada kimi. Gördünüz, burada 2 qarşıya çıxdı. Buna aid bir misal yazım istəyirsiniz. Loqaritma məsəl üçün 3 əsasdan 81. 81-i nə yazaram? 81-i nə yazaram? 3 üstü 4. Divara dərs danışsam onunla yaxşı. 3 üstü 4. 4 də qarşıya çıxacaq olduğu kimi. 4 vurulsun olacaq loqaritma 3 əsasdan 3. Bunun qiyməti nəyə bərabərdir? 1-ə bərabərdir. Bu da olacaq 4 vurulsun 1 neçədir? 4. Eşitdiniz mənim? Yəni loqaritma 3 əsasdan 81 qiyməti nəyə bərabər? 4-ə. Yəni bir sözlə belə düşünə bilərsiniz ki, loqaritma 3 əsasdan 81 bərabər. 81 almaq üçün 3-ün neçənizdə dərəcə qüvvət yüksəltmək lazımdır? 4-cü dərəcəsində tutar getdi. Odur da. 8-cisi loqaritma A üstü m b. Loqaritma əsasının qüvvətini isə qarşıda çıxardanda tərsinə çıxardacaqsınız. Belə olacaq. Bəli. Yəni 1 bölünsün m vurulsun loqaritma A əsasdan nə? B. Bu misalını burada yazdım. Məsəl üçün loqaritma 27 əsasdan 3. Görürsünüz bura? Videoda düşürmü bura? Loqaritma 27-nin yerinə yazıram nə? 3-ün kubu. Bu 3 burada qalır. Bu əsasın qüvvəti qarşıya tərsinə çıxacaq. 3-də 1 vurulsun, loqaritma olacaq 3 əsasdan 3. Bu da nəyə bərabərdir? 1-ə. Yəni nəticə olacaq nə? 3-də 1. Yaxşı. Buralara paralellovka eləyək. Denə. Orxan deyək. Deməli uşaqlar, növbəti düsturumuzun nömrəsini itirdim. Neçə olduğunu yadımdan çıxdı. O neçəsə bilmirəm. 9 idi. Bəlkə 10 idi. 9 olsun. Loqaritma A üstü m, B üstü n olarsa bu şəkildə. Yəni həm loqaritm əsasında, həm də loqaritmin alt ifadədə qüvvət olarsa, deməli, loqaritm alt ifadənin qüvvəti qarşıya çıxanda sürətə çıxacaq. Loqaritm əsasının qüvvəti isə qarşıya çıxanda məxrəcə çıxacaq. M bölünsün M, vurulsun loqaritm A əsasından nə olacaq? B olacaq. Yaxşı. Misal üçün,
loqaritma 8 əsasdan 64. 64 eləməyək. Bu 8 yox, yazaq 16. 16 əsasdan. 16 ilə 64-ün eyni əsasa gəldiyi yer 2. 2 əsasdan gəlir ikisi də. Deməli, loqaritma 60. Bu G hərfini yenə edirəm, uzun yazılan, qısa yazmayın. 64-ü göyün təpəsində yazmayacaqsınız. G hərfinin qarşısına yazacaqsınız. Çox adam, yəni çox şagird bir səhv edir. 16-nın yerinə nə yazacaq? 2 üstü 4. 64-ün yerinə yazacaq? 2 üstü 6. Deməli, 6 qarşıya çıxanda sürətə çıxacaq. 4 də mərkəzə çıxacaq. Bu da olacaq loqaritm 2 əsasdan 2. Bu qiymət nəyə bərabərdir? 1. Bu getdi. 6-nın 4-ə bölən nə düşür? 1,5. Düzdür? Və tutarlı. Bu da sizin testin cavabı həllidir. 10-cu sual. Loqaritm A əsasdan B-də. Bəzən lazım gələcək ki, bu loqaritm alt ifadənin əsas yerini dəyişsin. Əsasın yerini dəyişəndə, əsasla loqaritm alt ifadə yerini dəyişəndə, bu belə olacaq. 1 bölünsün loqaritma B əsasdan A. Məsəl üçün, loqaritma 3 əsasdan 2 bərabərdir. 1 bölünsün loqaritma 2 əsasdan nə? 3. Yaxşı. 11-incisi 11. Loqaritma A əsasdan B vurulsun loqaritma B əsasdan C vurulsun loqaritma C əsasdan D. Burada belə ard-arda vurma varsa, burada praktiki ziqzaq ixtisar var. Praktiki daha ixtisar varsa, amma praktiki. Bu B-lər belə ixtisar gedir, C-lər belə ixtisar gedir. Bunlar hamısı bir dənə loqaritmi birləşdirirlər. Yəni, 3 dənə maşın toqquşub bir dənə maşın yaranır. Hətta girirlərsə bir-birlərinə. Loqaritma A burada qalır əsasda. D yuxarıda. A əsasdan D. Buna aid test sualları çox düşür. Məsələn, loqaritma 3 əsasdan 2 vurulsun loqaritma 2 əsasdan 5 vurulsun loqaritma 5 əsasdan sizin xəttinizə yazılır 9. Bərabərdir. 2-lər ixtisa getdi, 5-lər ixtisa getdi. Qaldı loqaritma 3 əsasdan nə? 9. 9-u almaq üçün 3-ün neçənizə yazır qüvvət yüksəltməliyəm? 2. Qısın. Doğrudur. 3-ün yəni 2-ci dərəcə qüvvət yüksəlsin 9-u var. Daha 9-u 3-ün qıvatı yazdım, qavalı çıxarmadım. Lövfən silək 11-də qaldıq deməli. Lövfən silək. Biraz iri yazıram ki, bu qəşəng görsənsin. Deməli, neçənci düstura keçirik? 12 eləmi? 12. A üstü loqaritma A əsasdan B belə bir şey görsəniz, belə. A-nın qüvvətindən loqaritm dayanır. Bu loqaritm əsasının A, bu əsasda duran A ixtisa gedəcək. Qalacaq təkcə B. Belə bir şey var. Bunun açıqlaması var. Sadəcə sizin vaxtınızı almaq istəmirəm. 2 üstü, məsələn, loqaritma 2 əsasdan 3. Görürsünüz ki, bu əsasda 2-dir, bu da 2-dir. Belə praktiki ixtisar. Bu praktiki ixtisardır. Belə ixtisar getmir əslində. Başa düşdünüz? Yalandan özüm edirəm ki, sizdə şuur alt beyninizə elə həkk olsun. Yəni, belə praktiki üsul olaraq. Amma belə ixtisar yoxdur orada. Aydındır fikrim. Belə. Davam edək mi? Edək. Sonra 13-cüsü. A üstü loqaritma tutaq ki, B əsasdan C. Burada istəyəndə loqaritm alt ifadə ilə buradakı əsası yerini dəyişə bilərsiniz. C bura gəlir, loqaritm olur, B öz yerinə qalır. B əsasdan A. Bəzən çalışma əlində belə bir tətbiqlər edəcək. Məsəl üçün, 2 üstü loqaritma 3 əsasdan 5. 5 ilə 2 bir-birinin yerini dəyişəcək. 5 üstü olacaq loqaritma 3 əsasdan 2. Belə xüsusi qaydalar var. Bir neçə işləyəndə vərdiş edəcəksiniz. Elə bir 9 var, 7 neçədir, o var, elə bir şey olacaq. Neçə edirdi? Bilirsən. Əhsən. İmtihan edə bilərsən. 14. Loqaritma A əsasdan B-ni uşaqlar hər hansı bir başqa əsası gətirə bilərik. Məsələn, C əsasına. Bu A-nı istəyirik ki, C əsasına gəlsin. Yəni, loqaritma onu yazacaq C əsasdan, B yuxarıda olacaq. Bu da olacaq loqaritma C əsasdan A. Bu da hər zaman lazım olmasa da, yəni çox vaxt lazım olur. Məsələn, loqaritma 2 əsasdan 3-ü tutaq ki, mən gətirmək istəyirəm 5 əsasına. Onu belə yazacağam. Loqaritma 5 əsasdan 3-ü yuxarıda yazacağam. Bu da yazacağam loqaritma 5 əsasdan nə? 2. Aydındır. Belə. Bu düstura bilsəniz, sizə bəs. Bir də köklə bağlı düstur var orada, o lazım deyil. Bu düstura bilsəniz, sizə hər şey yaxşı işıqdır.
Hər yol yəni. İndi biz danışırıq loqaritmlərin mənfiliyindən, müsbətliyinə, loqaritm funksiyaların, loqaritm ifadələrin müqayisəsindən danışırıq bir sözlə. Keçdik ora. Lütfən səliqə salaq. Uşaqlar, əgər loqaritm A əsasından B-də, loqaritm altı ifadə B-də birdən böyük ədəd olarsa, A da birdən böyük ədəd olarsa, ikisi birdən böyük ədəd olarsa, yəni ikisi eyni işarə olarsa, onda bu loqaritm işarəsi müsbətdir. Müsbət işarədir. Yəni bu nəticəsi müsbət olacaq. Məsəl üçün, loqaritm A 2 əsasdan 3. 3 də birdən böyük ədəddir, düzdürmü? 2 də birdən böyük ədəddir. Ona loqaritm 2 əsasdan 3-ün cavabı müsbət ədəd olacaq. Böyük sıfır olacaq. Məsələn, 3-ü almaq üçün 2-ni 1 tam neçəsi dərəcədən qüvvətlə yüksəltmək lazımdır. 2-nin kvadratı 4 edir axı. 2 üstü 1 də 2-dir. Demək, 1 tam neçəsi olacaq onun qiyməti. Nəysə, o da müsbət ədəddir. Bu loqaritm A sistem B-də A əsası da 1 ilə 0-ın arasında olarsa, B əsası da 1 ilə 0-ın arasında olarsa, ikisi eyni işarəlidir. Yenə bu nəticəsi müsbətdir. Böyük sıfır olacaq. İkisi eyni işarəlidir. İkisi A da 1 ilə 0 arasındadır, B də 1 ilə 0 arasındadır. Məsəl üçün, loqaritma 2-də 1 əsasdan 3-də 1. 3-də 1 də gördüyünüz kimi 1-dən kiçik 0-dan böyük ədəddir. 2-də 1 də 1-dən kiçik 0-dan böyük ədəddir. Ona bu nədir? Müsbətdir. Nəticəsi nədir? Müsbətdir. Biraz suallar düşəcək, test topuzuna var. Sonra, loqaritma A əsasdan B-də B 1-dən böyük, A isə 1 ilə 0 arasında olarsa, müxtəlif işarəli olarsa, onda bu nəticəsi mənfidir. Məsələn, loqaritma 2-də 1 əsasdan 3. 3 1-dən böyük ədəddir. Yəni, loqaritma altı ifadə 1-dən böyük ədəddir. Amma əsas isə 1-dən kiçik, 0-dan nədir? Böyükdür. Deməli, bu nədir? Mənfidir. Tutardır. Başa düşdünüz? Sonra, loqaritm A əsasdan B-də B ədədi 1-dən 0 arasında olarsa, A isə 1-dən böyük olarsa, yəni müxtəlif işarə olarsa, nəticə nədir? Mənfidir. Məsələn, loqaritma 1-dən böyük. Məsələn, bu olsun 4, bu da olsun sizin xətrinizə 2-də 1. Bu nəticəsi mənfi olacaq. Çünki 2-də 1 neçədir? 1 ilə 0 arasındadır. 4 isə 1-dən böyükdür. Bunun qiyməti mənfi olduğu sizə göstərə bilərəm. Bunu özüm qəsdən yazsın. Niyə mənfi olduğunu bir dənəsini göstərəcəm. Loqaritma 4 əsasdan 2-də 1 deyildi. Görsənir bu videoda. 4-ün yerdən biz 2 kvadrat yaza bilərikmi? 2-də 1 də 2 üstü mənfi 1 deməkdirmi? Hə? Bərabərdir. Mənfi bir sürətə çıxır. Bu 2 əsasda mərkəzə çıxır. Əsasının qüvvəti yəni. Qaldı yerdə yəni loqaritm 2 əsasdan 2. Bu da 1-ə bərabərdirmi? Bu da mənfi 2-də 1 edirmi? Nəticə mənfi oldu mu? Onu deyirəm də sizə. Yəni, bir var ki, hər dəfə 1-ə 1 həngama eləyəsiniz. Bir də var ki, artıq qaydaları düstura biləndən sonra, kəsə yolları biləndən sonra birbaşa çalışmanı həll eləyə bilərsiniz. Hələ tutarmamışım, ha. Müqayisədə deyirlər. Davam edirik. Sancədir. 20 dəqiqə var. Uşaqlar, biz danışırıq nədən? Loqaritmlərin müqayisəsindən. İndi biz əsasları eyni olan loqaritmləri müqayisə edəcəyik. Loqaritma tutaq ki, 5 əsasdan 13, bir də olsun loqaritma 5 əsasdan sizin xətrinizə yazırım. 9. İkisinin əsas eynidir. Bax, əgər əsasda eynidirsə və əsasda görürsünüz birdən böyükdür. Düşünün da, 13 almaq üçün 5-in neçənin zərəcəsində qüvvət yüksəltmək lazımdır. Bax, 9-u almaq üçün də 5-i də hər hansı bir dərəcədə qüvvət yüksəltmək lazımdır. 9 balacadır. Demək, 9 balaca üçün olduğu üçün 5-i də qüvvət yüksəltəndə də bir balaca qiymət alacaq. Lap elə real qiymətə verilmişsə, elə qiymət, məsələn, bu olsun 25 yox, 125 olsun. 125. Yəni, qaydaya gətirmək üçün edirəm, məqsədim budur.
Bu da olsun 25. 125 almaq üçün 5-in neçənizdən qüvvət yüksəltmək lazımdır? 3-cü dərəcədən. Onu denə ayrılsın. Bəsdir da sənki. 25 almaq üçün də 5-in neçənizdən qüvvət yüksəltmək lazımdır? 2-ci dərəcədən. 3 2-dən böyükdürmü? Hə? Demək bundan böyük olacaq. Başa düşdünüz? Mən durub sizə böyük qaydalar demək istəmirəm. Yəni burada gördünüz ki, əsaslar eynisə, amma əsaslar nə olmalıdır? Birdən böyük olmalıdır. Loqaritm alt ifadələr birdən böyük olmalıdır. O şərt daxilində. Onda əsaslar eyni olub. Yəni hansı şərt daxilində? Yəni loqaritma A əsasdan B bu tipi funksiyalarda B də birdən böyük olmalıdır, A da birdən böyük olmalıdır. Yəni B də birdən böyük ədəd olmalıdır, A da birdən böyük ədəd olmalıdır. Bu tipi loqaritm funksiyalarda əgər əsaslar eynisə, hansının loqaritm alt ifadəsi böyüksə, o elə böyükdür. 125 25-dən böyükdürmü? Onda loqaritm 5 əsasdan 125-dən, loqaritm 5 əsasdan 25-dən nə olacaq? Böyük olacaq. Yaxşı? Belə. Yox, belə olsaydı, loqaritma tutaq ki, 5-də 1 əsasdan 125, bu da loqaritma 5-də 1 əsasdan neçə? 25. Belə olanda tərs nə olacaq? Kiçik olacaq. 125-i almaq üçün 5-də 1-i -3 dərəcədən qüvvət yüksəltməliyik. 5-də 1 -3 dərəcədən qüvvət yüksələndə bu olur 5 üstü müsbət 3. Bu da olur neçə? 125. Bunun cavabı oldu nə? -3. Bu da olacaq -2-də demək. Yəni 5-də 1-i -2 dərəcədən qüvvət yüksələndə bu olacaq 5 üstü 2, bu da olacaq neçə? 25. Yəni bu da olacaq -2. -3 ilə -2 nədir? İkisidir da. Başa düşdünüz fikrimi? Bax belə. Yəni ən gözəli bu şəkildə müqayisə edib tapmaqdır. Hamısını qayda şəkildə yadda saxlaya bilməzsiniz. Fərqli məsələn suallar düşəndim. Bayaq nədə yazmışdım? Yazmışdım ki, loqaritm 5 əsasdan tutaq ki 7, bir də loqaritm 5 əsasdan olsun 13. Deyəsən ay Allah, mən nə varım burada? Nə edeyim? O dəqiqə elə bir bunu nümunə olaraq bunu yaz. Onu başa düşəcəksən. Görəcəksiniz ki, əsaslar eyni olanda hansının loqaritm alt ifadə böyükdür, o böyükdür, kiçik olanda nədir? Kiçik. Bu kiçik qoyacaqsan. Yaxşı. Hamısını qayda şəkildə əzbərləmək belə historiyadır. Başın qarışacaqsan. Bunu yadda saxlaya bilməzsən. Bir müddət sonra yaddan çıxacaq. Ona uyğun bir dənə model qur. Elə bir model qur ki, tam qiymət alınan bir model olsun. Məsəl üçün, belə sual çökür. Bunu bayaq yazımda gördünüz. Məsələn, loqaritma, məsəl üçün, nə yazaq? 3 əsasdan 5, bir loqaritma yazdı ki, 3 əsasdan əsasda eyni olan loqaritma müqayisəsində 2. Bu artıq sən qayda şəklində bilirsən ki, əsaslar eynisə, hansının loqaritm alt ifadə böyüksə böyükdür. Burada tapa bilmirsən, tutaq başın qarışdı, deyirsən, qayda yadından çıxdı. Həyəcanlanma. O dəqiqə özündən bir dənə elə bir loqaritm yazı ki, qiymət ala bilsin. 3 əsasdan bu olsun 27, bu da olsun 3 əsasdan olsun 9. 27-ni almaq üçün 3-ün neçənizdə dərəcədən qüvvət yüksəltməliyik? 3-cü dərəcədən. 9-u almaq üçün 3-ün neçənizdə dərəcədən qüvvət yüksəltməliyik? 2-ci dərəcədən. Demək 3 2-dən böyükdürmü? Demək bu da böyük olacaq. Bu 5 2-dən böyükdürmü? Demək böyük olacaq. Tutardı. Yəni qaydanın özünü kəşf elə. Qaydanı yalandan boş-boş əzbərləmə, beynini doldurma. Fikrimi izah edirəm sizə. Belə eləsən, uğursan. Eləməsən, fikirləşəsən. Hansındadır, busundadır. Tutmadı, getdi. 50 ayaqlı. Belə. Qalan nə varsa izah edəcəm test izahında. Gəlin siz bir iki dənə suala baxaq din test toplusundan. Onunla yekunlaşdıraq. Uşaqlar, üstü və loqaritm funksiyalar bölməsindən, yəni din test toplusundan 22-ci suala baxırıq. Deyir ki, bu funksiyanın qiymətlə çoxunu tapın. Bu sualı niyə diqqət mərkəzinə gətirdim? Bildirirəm ki, ev tapşırıq verirsən, bu sualı mənə verəcəksiniz. Burada, demək, bu üstü funksiyadır. Əsasda Y-dədir. Bu funksiyanın qiymətlə çoxunu necə tapacaq? Normalde biz bilirik ki, üstü funksiyanın qiymətlə çoxluğu nə idi? Sıfırdan müsbət sonsuza doğru. Hansı funksiya üçün demişəm? Y bərabər A üstü X funksiyası üçün demişəm. Bu şəkildə funksiya, yəni qüvvətdə X durarsa, təkcə X durarsa, ona bu qiymət olmazsa Y nə idi? 0 daxil olmama şərtindən sıfırdan hara doğru? Müsbət sonsuza doğru. Amma burada fərqli tema var. Qüvvətdə X plus 1/X var.
Bu sizə nəyəsə xatırlatmalıdır. Bu özü də ayrıca bir funksiyadır. Bu y-in işarəsiəm. X plus 1 bölüsü x. Bunun qiyməti olmasını necə tapırdıq? Ay, sən nəsə xatırlayırsan, bəli. Ədəd ilə özün tərsini cəmin. Əgər demişdik ki, əgər x burada müsbət ədəddirsə, x müsbət ədəddirsə, onda ədəd ilə özün tərsini cəmin, y, y1 nə olacaq? Qiymət olması. 2-dən müsbət sonsuzlar, 2 daxildir. Yox, mənfi ədəd olarsa, y, y1 olacaq, yəni ədəd ilə özünün tərsini cəmi olacaq, 2-dən kiçik bərabər, yəni mənfi sonsuzluqdan mənfi 2-yə qədər. Mənfi 2-yə qədər, ha. Başa düşdünüz? Burada bizə x-in mənfi ya müsbət olduğu verməyib. Verməyibsə, burada 2 hala baxacaq. Bunların arasında və ya bağlayıcı var. Və ya, bəli, və ya deyirsə nədir? Birləşmədir. Fikrimizi alaya bilirəm sizə? Bəli, x müsbətsə, yəni x müsbət olarsa, onda y bərabər y üstü, x plus 1 bölüsü x-in A, B, Z qiymətləri nə oldu? 2 müsbət sonsuzluq. 2 nə? Müsbət sonsuzluq. Y-nin kvadrat nəyə bərabərdir? Y kvadratına. Düzdür? Yəni, y kvadratı. Cavabı yazıram da. Y üstü müsbət sonsuzluq nə verəcək? Elə müsbət sonsuzluq. Y-nin müsbət sonsuzluq dərəcəsində qüvvəti yüksələndə, o da y çıxacaq nəhara müsbət sonsuzluğa. İkinci hal x nədir? Mənfi olan haldır. X mənfi olarsa, onda y bərabər olacaq. Mənfi sonsuzluq nə idi? Mənfi 2 idi, qiymət olması. Yəni, bunun yerinə x plus 1 bölüsü x-i A, B, Z qiymətlə çox nə olacaq? Mənfi sonsuzluqla mənfi 2 gedər. Y üstü mənfi sonsuzluq nə? Mənfi 2. Y üstü mənfi sonsuzluq onu hara aparacaq? Sıfıra. Sıfıra yaxınlaşır. Bayaq dediyimiz qraf quranda. Sıfıra doğru pressing eləyir, amma heç vədiyə sıfır almır. Başa düşdünüz? Y ədədinin qüvvəti mənfi sonsuzluğa doğru getdikcə, azaldıqca, onu hara doğru aparır, çıxadır? Sıfıra doğru aparır. Sıfıra yaxınlaşdırır, amma sıfırı heç vaxt ala bilmir. Yəni, y üstü mənfi sonsuzluğun qiyməti nəyə bərabərdir? Sıfır, amma sıfır daxil deyil. Nöqtələr verəcək. Y üstü mənfi 2 nəyə bərabər olacaq? 1 bölünsün y kvadrat. Qüvvət mənfi olanda əsas tərsinə çevrilir da. 1 bölünsün nə olur? Y-nin kvadratı. Və bunlar arasında nə bağlayıcısı var idi? Və ya bağlayıcısı. Demək, bu funksiyanın qiymətlər çoxluğu nə olacaq? Y, y bərabər olacaq. Kiçikdən böyüyə doğru gələcək. 0, 1 bölünsün y kvadratı. Daxil da bu, kvadrat möcəsi. Birləşmə, y kvadratına hara doğru? Müsbət, sonsuzluğa doğru. Vəssalam. Yaxşı. Burada konkret x-in müsbət qiymətini istəsə, mənfi qiymət istəsəydi, başqa söhbət. Amma x-in müsbət və mənfi olduğunu vermirsə, demək biz burada 2 hala baxıb, 2 müxtəlif hala baxıb. Alınan həllər çoxluğunu birləşdirməliyik. Qiymətlə çoxluğun yəni. Belə, çoxlu sual var. Biz danışası olsaq qutara bilməyəcəyik. Ona görə bir sualın kifayətlənək, vaxt da yekunlaşdı. Siz də əgər bu video dərsi YouTube kanalımda görsəniz, əgər kanalıma abunə deyilsinizsə, əgər videonu bəyənmişsinizsə, bəyənməmişsə işlə, keçin gedin. Bəyənmişsinizsə, kanala abunə deyilsinizsə, abunə olmağı, videoya gözəl şərhlər yazmağı, sonra videonu paylaşmağı, videonu bəyənməyi daha bəsdir. Unutmayın. Sağ olun. Allah'ın hamdı. Görüşəcəyik. Hələ buradayıq.